Selamun Aleyküm və Rəhmətullah. Qardaş, ümumi olaraq nəsihət istəyir. Qısa olaraq nəsihət edim. Muhammed sallallahu aleyhi ve sellem çünki deyir ki, qardaşın səndən nəsihət istədiyi zaman ona nəsihət et. Səndən qardaşın nəsihət istədiyi zaman ona nəsihət et. İlk öncə əxlər, qardaşlarım, öz nəfsimə, sonra da sizlərə Allah subhanahu wa ta'aladan layiqincə qorxmağı, haqqı ilə ondan tələb olunan şəkildə qorxmağı tövsiyə edirəm, qardaşlar. Allahdan qorxmaq təqvadır. İnsanın qəlbində Allaha qarşı olan imanıdır, qardaşlar. Bu ölçüdür. Bu ölçüdür, əxlərim. Sabit qalmanın yolu Allah subhanahu wa ta'alaya daim yalvarmaq. Daim yalvarmaq, daim dualar etmək, daim haramlardan və günahlardan Allahın səni çəkindirməsini istəmək. Onun üçün, qardaşlar, bizim həm salihlərlə olmağa, həm nəsihət edənlərlə olmağa, həmçinin nəsihətlərə qulaq asıb, onlara əməl etməyə ehtiyacımız var. Bax, biz baxırıq ki, İbrahim Xəlil aleyhissalam Tövhid ümmətinin babası, atası adlandırılan və özü bir ümmət olan və həmçinin bütləri qıran, tağutu və şirki aradan qaldıran Allahın izni ilə və həmçinin tövhidə çağıran Peyğəmbərlərin atası İbrahim Xəlil aleyhissalam Allah subhanahu ta'alaya yalvarır, qardaşlar, sabit olması üçün özünün və övladlarının Allaha şirk qoşmasından, Allahın onu uzaq etməsinə görə Allaha yalvarır. Yalvarır ki, ya Rabbi, məni və övladlarımı sənə şirk qoşmaqdan, bütlərə ibadət etməkdən bizi uzaq et. Və bu şəkildə, qardaşlar, Peyğəmbərlər bizim üçün göndərilmiş bir nümunədir. Allah subhanahu wa ta'ala, Allah azze və cəllə biz onları özümüz üçün həyatımıza tətbiq olaraq, onların həyatını, dediklərini, yaşadıqlarını, Allahdan bizim üçün gətirdiklərini tam bir şəkildə yaşamamız üçün Allah onları bizim üçün nümunə göndərib. Və bütün rəsullara baxsın, bütün elçilərə baxsın, qardaşlar, Allaha yalvarırdılar ki, onları sabit eləsin. Allaha qarşı çıxmaqdan Allah subhanahu ta'ala onları uzaqlaşdırsın. Və həmçinin Muhammed sallallahu aleyhi və səlləm, qardaşlarım, torpağa ayaq basmışların ən üstünü olan Allahın Rasulü Muhammed sallallahu aleyhi və səlləm Allaha dua edər, Allaha yalvarar və istəyərdi ki, Ayşə anamız deyir ki, Muhammed sallallahu aleyhi və səlləmin elədiyi ən çox Allaha etdiyi dualardan biri də bu idi. Allahümmə ya muqallibəl qulub, ey qəlbləri çevirən Allahım, təbbit qəlbi alə dinik, mənim qəlbimi dinin üzərində sabit elə. Allah subhanahu ta'aladan sabitlik istəyirdi və sabit olmağı istəyirdi. Çünki sabitlik və sabatda olmaq kiminsə əlində deyil. Yalnız Allah subhanahu ta'alanın. Əgər Allah əzzə və cəllə istəyəcəksə bizləri sabit eləyəcək. Onun üçün, qardaşlar, birinci biz Allahdan sabitlik istəyirik. İkinci, o sabitliyi aparan yolun üzərində saxlayacaq bizi, o yolun üzərində var edəcək və yaşadacaq və aparacaq əməlləri eləyirik, qardaşlar. Əməllərə baxırıq. Onunla yanaşı, yenə də Allaha yalvarırıq, Allaha dua eləyirik. Baxın, qardaşlar, İbrahim Xəlil aleyhissalam, Allahın salatı və salamı ona və ailəsinə olsun. Allah subhanahu ta'ala ona Beytül Haramı, Kəbəni dikməyə əmr edir, qardaşlar. O, onu tikdikdən sonra Rabbənə təqəbbəl minnə, ey Rəbbimiz, bizdən qəbul et deyərək dua edir. Burada bilirsənmi nə var? Burada bilirsənmi nə var idi, qardaşlar? Bax, xüsusi bir quldur, adam xüsusi bir quldur. Allahın seçmiş olduğu, Allahın Rasuludur, Allahın göndərilmiş olduğu elçisidir. Lakin adam xüsusi olaraq seçilib bu iş üçün və xüsusi bir iş əmr olunub və xüsusi bir deməli, binanın tikilməsi əmr olunub və Allah subhanahu ta'ala onu əmr edib. Və bu işi Allah ona deyib. Özü və oğlu İsmail aleyhissalam, Allahın salamı ona və atasına olsun. Müəyyən bir iş əmr olunub onlara və onlar onu ediblər. Yenə də Allaha yalvarır ki, Rabbənə təqəbbəl minnə, ey Rəbbimiz, məndən qəbul et, bizdən qəbul et. Allaha yalvarır, subhanallah. Hansı ki, xüsusi olaraq o seçilmişdi. Hansı ki, xüsusi olaraq seçilən iş ona verilmişdi və ona tapşırılmışdı. Xüsusi ev, xüsusi iş və xüsusi qul. Lakin yenə də Rabbənə təqəbbəl minnə, Allaha dua etməyi tərk eləmədi. Allaha yalvarmağı tərk eləmədi. Yenə də Allahın ondan qəbul etməsini istədi. Qardaşlar, bizim halımız da, yaşayışımız da, vəziyyətimiz də bu şəkildə olmalıdır. Allaha yalvarmalısan elədiyin hər bir ibadətdən sonra. Ey Rəbbim, məndən qəbul et. Ey Rəbbim, məndən gözəl bir şəkildə bunu qəbul et deyə Allahdan istəməlisən. Onun üçün, qardaşlar, sabitliyin yolu budur. Allaha yalvarmaq, Allahdan istəmək, salih əməlləri etmək və salih əməllərə görə də yenidən Allaha yalvarmaq ki, Allahım qəbul et.
Allah daha gözəl